Ukraynanın xalq deputatı Aleksey Qonçarenko ABŞ prezidenti Donald Trumpın Ukrayna ilə bağlı nəzərdə tutulan sülh planını dərc edib. Sənəddə bildirilir ki, ABŞ Ukraynaya təhlükəsizlik zəmanətləri verəcək, lakin bunun üçün ölkə konstitusiyada NATO-ya üzvlükdən imtinanı rəsmən təsbit etməlidir. Ukrayna silahlı qüvvələrinin sayına məhdudiyyət qoyulur. Ukrayna nüvə silahına malik olmayan dövlət statusunu qoruyub saxlayır. Krım, Donetsk və Lugansk de-facto Rusiya ərazisi kimi tanınır. Xerson və Zaporojye təmas xətti üzrə dondurulmuş statusda qalır. Bəzi ərazilər Rusiyanın de-facto nəzarəti altında demilitarizasiya olunmuş bufer zonaya çevrilir. Tərəflər sərhədlərin güc yolu ilə dəyişdirilməyəcəyi barədə öhdəlik götürürlər. ABŞ və Avropa Ukraynanın bərpası üçün geniş miqyaslı investisiya paketinə start verəcək. Bundan əlavə, saziş imzalandıqdan 100 gün sonra Ukraynada seçkilər keçirilməlidir. İcraata nəzarəti Trumpın rəhbərliyi altında fəaliyyət göstərəcək. Sülh şurası həyata keçirəcək. Sənəd imzalandıqdan dərhal sonra atəşkəs elan edilməli və qüvvələr razılaşdırılmış mövqelərə çəkilməlidir.